Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Biz bugün 9 sinif güvən 2025 kitabında dördbucaqlar bölməsinin 65-dən sonra olan sualların izahlarına baxacağıq. 65-ci sual kvadrata aiddir. Gələk biz kvadrat haqqında danışaq ki, bu sualı da həll edək. Kvadrat nə edir? Deməli, burada dərsimizin adı oldu kvadrat. Kvadrat nə edir? Kvadrat uşaqlar düzbucaqlının xüsusi halıdır. Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat edilir. Düzbucaqlının hər bir bucağı 90 dərəcə idi axı. Amma kvadratın da yox. Düzbucaqlının bütün bucaqları 90 dərəcədir, amma qarşı-qarşıya duran tərəflər bərabərdir. Kvadratın isə həm bucaqları 90 dərəcə olacaq, həm də bütün tərəflər bir-birinə olacaq, bərabər olacaq. O məşhur kvadrat buradan çəkirik və adlandırırıq A, B, C, D. Qeyd etdiyim kimi hər bucağı 90 dərəcədir. Və bütün tərəfləri bərabərdir. Yəni, A yazsın, bütün tərəfləri olacaq A. Kvadratın perimetri 4 vurulsun A-ya bərabərdir. Çünki 4 tərəfi bərabərdir. Kvadratın bucaqlarına bağlı heç bir belə bir xassiyyət yoxdur. Kvadratın uşaqlar, diagonallarına bağlı qəşəng xassiyyətləri var. Kvadratın diagonalları 90 dərəcə bucaqlığını kəsirlər və kəsişmə nöqtəsində yarıya bölünürlər. Deməli, kvadratın diagonalları 90 dərəcə bucaqlığını eləyirlər, kəsirlər. Və kvadratın diagonalları təbii ki, bir-birinə bərabərdir. Bu 10 nöqtəsi yarıya bölünürlər. Bax belə. Kvadratın diagonalları dedik ki, düz bucaqlığını eləyirlər, kəsirlər. Yəni, bura 90, hamısı 90 dərəcə, bura 90-dır, bura 90, hamısı nədir? 90 dərəcədir. Bir də kvadratın diagonalları daxili bucaqların tənbölənləridir. Bu rombda da belə idi. Bir rombun diagonalları daxili bucaqların tənbölünür. Bir də kvadratın diagonalları. Başqa heç bir dördbucaqlının diagonalları daxili bucaqların tənbölünür. Romb və kvadrat diagonallar, yəni onlar özlərinin diagonalları daxili bucaqların tənbölünür. 90 dərəcəni yarı böləndə nə düşəcək? 45 dərəcə, 45 dərəcə. Bu da 45 dərəcə, kvadrat 45 dərəcə olacaq. 45 dərəcə, 45 dərəcə. Düzdürmü? 45 dərəcə, 45 dərəcə. Bu belə. Gəlin bir dənə kvadrat çəkək. O kvadratın indi bir dənə diagonalını çəkək. Bir dənə diagonalını çəkək. Belə. Kvadratın dedik ki, bütün tərəflər bir-birinə bərabərdir. Burada 90 dərəcə yazılır. Burada düzbucaq şu bucaqda bu kvadratın diagonalına yazırıq D. Bu düzbucaq şu bucaq görürsünüzmü burada? Bu bucaq 45 dərəcədir, görürsünüz də. Burada 45 dərəcədir. Demək, bu bərabəryanın düzbucaq şu bucaq. Düzdürmü? Bərabəryanın düzbucaq şu bucaqda D, burada nə rol oynayır? Hipotenuz. Bərabəryanın düzbucaq şu bucaqda hipotenuz nəyə bərabər idi? Bəli, katetlərin birinin kötü kimisinin olacaq nə? A kötü 2. Bəli, A kötü 2. Bundan deyirlər kvadratın diagonalı ilə tərəf arasında nə? Əlaqə düsturur. Desəm ki, kvadratın diagonalı ilə tərəf arasında əlaqə düsturur nətərdir? Deyəsə ki, D bərabərdir nə? A kötü 2. Aydındır. Bu belə. Uşaqlar, indi gəlirik növbəti xassiyyəyə. Kvadratın həm daxilini çevir çəkmək olur, həm də xaricini. Məsələn, paralelogramda demişdik ki, kvadratın paralelogramın nə daxilinə, nə də xaricinə çevir çəkmək olmur. Düzbucaqda demişdik ki, yalnız xarici çevir çəkmək olur. Rombda isə demişdik, yalnız daxilini çevir çəkmək olur. Kvadrat isə həm daxilinə deyil, həm xaricinə. Baxaq, görək necə çəkəcəyik. Biz birinci gəlin çevrəmizi çəkək. Çevrə tək daxildədir. Baxın, çevrə. İndi bu xaricində bir dənə nə çəkirik? Kvadrat. Çəkək. Görürmü? Əgər çevrə kvadrat daxilindədirsə, çevrənin halqası kvadratın 4 tərəfini eləməlidir. Toxunmalıdır. Görürsünüz, toxunma. Bu nədir? Toxunma nöqtələrdir. Görürsünüzmü? A, B, C, D kvadrat. Hər bir bucaqda 90 dərəcə. Təbii ki, bunu deməyə ehtiyac yoxdur, dedim amma. Və fikir verin, biz bu çevrənin diametrlərini çəkəcək. Yəni, burada toxunma nöqtələri, qarşı-qarşıya duran toxunma nöqtələrini birləşdirsək, bunlar nə olacaq? Diametrlərdir. Bu diametrlər də mərkəzdən keçir. Bilirsiniz də. Yəni, burada MN də diametrdir, YF də nədir? Diametrdir. Yaxşı. Kvadratın bütün tərəflər dedik ki, nəyə bərabərdir? A-ya bərabərdir. Düzdürmü? Belə də A-dır. Düzdür. Bu
Bunlar da radiuslardır da, düzdürmü? Radiuslarda toxunana toxunma nöqtəsində nədir? Perpendikulardır. Bunlar da 90 dərəcə olacaq belə. Aydındır. Çevrə uşağı daxildə olanda çevrənin radiusunu demişdim ki, kiçik R hərfi işarədir. Bunlar radiuslar hamısı. R belə. İndi gəlin belə şaquli baxsaq, beləsən baxsaq, beləsən. Şaquli ilə üfüqi fərq eləmir. Lap üfüqi baxaq. Üfüqi baxanda bu parça ilə, yer parçası ilə adi tərəf parçası qarşı-qarşıda durursa, demək bir-birinə nədir? Bərabərdir. Burada Y parçasının uzunluğu 2 ilə bərabər olurmu? Diametrdə. AD də A-ya bərabər olurmu? Demək ki, C də bərabər olurmu? A bölsün 2. Və belə bir qayda çıxır ki, kvadratın daxilini çevrə çəkilirsə, daxil çəkilmiş çevrənin radiusu kvadratın tərəfinin eyni bərabərdir, yarısına. Nətər dedim? Kvadratın daxilini çevrə çəkilirsə, həmin çevrənin radiusu, yəni daxildə olan çevrənin radiusu kvadratın tərəfinin eynidir, yarısıdır. 2 ilə bərabərdir, A bölsün 2. Bunu əzbər yadda saxlayacaqsınız. Əzbər. Və dedik ki, kvadratın, yəni 2 ilə bərabər oldu, A bölsün 2. 2 ilə bərabər A bölsün 2, 2 ilə bərabər A bölsün 2, yadda saxlayırsınız belə. Gəldik nəyə? Kvadratın dedik, həm də xaricini çevrə çəkməmişik daxil. Həm də daxilini çəkmişik. İndi xaricini çevrə çəkirik. Gəlin, indi çevrəmizi çəkək yenə. Çevrəmizi gəlin belə qara rəngli çəkək. Bu səfər çevrə harda olacaq? Kvadrat harda olacaq? Daxildə. Düzdür? Düzdür, səhvdir. Düzdür, səhvdir. Düzdür. Bu sizin kvadratınız. Görürsünüz, kvadrat. Əgər çevrə xaricdədirsə, çevrə halqası kvadratın gördüyünüz kimi arasına keçir, təpə nöqtədən keçir. Düzdür? Düzdür, səhvdir. Düzdür. C. D. Uşaqlar, siz burada kvadratın diagonallarını çəkərsə olsanız, kvadratın diagonalını çəkəndə belə çəkərsiniz. Düzdür? Bəli. Burada çevrənin diagonal. Burada kvadratın diagonalları çevrənin diametri olur. Burada kvadratın diagonalları kəsim nöqtəsi. Çevrənin nəyidir? Mərkəzidir. Kvadratın diagonalları kəsim nöqtəsidir. Çevrənin nəyidir? Mərkəzidir. Və biz bilirik ki, kvadratın diagonalları düzbüz altına kəsişir axı. Bunlar radiusdur. Çevrə xaricdə olanda çevrənin radiusu böyürür. Ya burada OB də radiusdur, OC radiusdur, OD radiusdur, OA. Bu kvadratın diagonalını biz kiçik D hərfini işarə etməmişdik. B yazmışdım. D bərabərdir. A kötü 2 yazmışdım. Düzdür? A nə idi? Kvadratın tərəfinin uzunluqları idi. Eləmi? Burada görürsünüz ki, D də 2 ilə bərabərdir. Eləmi? Və burada R tapsam, R də bərabər olacaq, D bölünsün 2. Burada nə nəticə gəlir? Yəni kvadratlı xaricini çəkilmiş çevrənin radiusu diagonalının nəyinə bərabərdir? Yarısı bərabərdir. D-miz nəyə bərabərdir? A kötü 2. Buna böyük də hənə bərabərdir? A kötü 2 bölünsün nəyə? 2. Kiçik nəyə bərabər oldu? A bölünsün. Deməli, daxil çəkilmiş çevrənin radiusu tərəfin yarısına bərabərdir. Xarici çəkilmiş çevrənin radiusu diagonalın yarısına bərabərdir. Biri D bölünsün 2'dir. Biri A bölünsün 2'dir. Biri diagonal yarısıdır. Biri tərəfin yarısıdır. Bunu yadda saxlayan əsas işte apartırlar. Sualı özünüzü. Belə. İndi gəldik növbəti sualımıza. 60. Bu kvadrat haqqında bu qədər. Qutardı. Bitti. Kvadratın bir adı da düzgün dörtbucaqlıdır. Kvadrat nə deyirlər? Düzgün dörtbucaq. Niyə düzgündür? Çünki tərəfləri bərabərdir. Bucaqlar bərabər. Üçbucaq da düzgün. Bərabər tərəfli üçbucaq var ha. O da düzgün üçbucaqdır. Çünki hər bir bucaq 60 dərəcədir. Tərəfləri bərabərdir. Nəysə. Gəlir sualımıza. Üç tərəfin cəmi 12 olan kvadratın perimetri tapın. Kvadratın 4 tərəf bərabərdir. 3 tərəfin cəmi olacaq 3A. 3A bərabər olacaq 12-yə. A neçə olacaq? 4. Perimetri 4A'ya bərabər. Düzdür? 4'ü 4'e vuran neçə edir? 16. Cavab olacaq nə? Cavab. 66-cı sual. Kvadratın tərəfi 8 sandır. Yəni A 8'e bərabər. Tərəfi 8'dir. Kvadratın diagonalını soruşdur. Diagonalın üstünü nətər idi? A kötü 2. Bəyək demişdim də sizə. Burada yazmışam deyil. D bərabər A kötü 2. A'nın yeri 8 qoysam olacaq neçə? 8 kötü. Aydınlıq onlar. 67'de deyir ki, kvadratın diagonalları arasındakı bucağı tapın. Kvadratın diagonalları arasındakı bucağı neçə dərəcədir? 90 dərəcə. Bəyəkdən deyirik də ki, 90 dərəcə bucaqlı nə edirlər? Kəsişirlər. Bir romb belə idi, bir də kvadrat. Davam edək. 68'i keçək. 68'i deyək ki, perimetri 24 olan kvadratın diagonalını tapın. Kvadratın perimetrin üstü 4A'ya bərabərdir. O da bərabər 24. A neçə olacaq? 6'ya. Diagonalın üstü nətərdir? A kötü 2. A'nın yeri 6 yazanda 6 kötü 2. Cavab B variantı. Aydın oldu. Çətin deyil ki, bəlkə çətin deyil.
69. Yalnız iki tərəf paralel dörtbucaqlı necə alınır? Nədir? Trapesiya. Trapesiya keçməmişik. Yalnız iki tərəf paralel dörtbucaq, paralelogramın qarşı tərəfə cüt paralel və bərabərdir. Qarşı. Burada da yalnız iki tərəf paralel dörtbucaq. Trapesiya budur, uşaqlar. Dərsini keçmişəm, hazırdır. Keçəcək, inşallah keçəcək. Və trapesiya budur. Trapesiyanın iki tərəf paralel olur. Paralel olan tərəflər var. BC, bir də AD. Paralel olan tərəflər oturacaqlar deyirlər. Paralel olmayan AB və CD tərəflərinə yan tərəflər deyirlər. Yəni, yalnız iki tərəf paralel dörtbucaq nədir? Trapesiya. Cavab A variantı. Danışacağım inşallah. Keçək 70-ci suala. Demək, trapesiyanı danışmaq olacaq. 69-dan 70 gəlməyir. Trapesiyanın yan tərəfi iki bucaqların cəmini istəyir. Şurada stop. Demək, biz trapesiyanı nə yeməliyik? Danışmalıyıq. Gəl, trapesiyanın arasına girmişik. Trapesiya danışmalıyıq. Yəni, burada mövzu trapesiyadır. Kvadratdan tutarlıq yəni. 5 dənə. Xəttə qalan trapesiyanı danışırıq. Şurada bizim dərsimizin adı oldu, opşim, trapesiya. Trapesiyanın bayaq tərəfini dedik. Yalnız iki tərəf paralel olan dörtbucaqlı nə deyilir? Trapesiya deyilir. Bəli, trapesiyanın şəkli budur. Yəni, biz hələ ki, ixtiyar trapesiyadan danışırıq. Çünki trapesiyanın növləri var. Bərabəryanlı trapesiya var. Bir də düzbucaqlı trapesiya var. Yaxşımı? Biz hələ ki, ixtiyar trapesiyadan danışırıq. Trapesiyanı çəkən üstdən bir qısa xət çəkirsiniz. Aşağıdan da bir uzun xət çəkirsiniz belə. Belə çəkdiniz. Sonra bu uzun nöqtələri belə birləşdirirsiniz. Bu fiqur olacaq trapesiya. Adlandırıram A, B, C, D. Gördüyünüz kimi trapesiyada dörtbucaqlı nə edir? Növüdür. Burada paralel tərəflərin üzərinə oxşası qoyuram. Yəni, burada BC tərəfi, AD tərəfi nədir? Paraleldir. Burada paralel tərəflərə trapesiyanın oturacaqları deyirlər. BC üst oturacaqdır. Və üst oturacaq buradır. Oturacaq. AD isə alt oturacaqdır. Nəsə, oturacaq. Burada paralel olmayan tərəflər isə, yəni AB və CD tərəflərin isə yan tərəf deyirlər. Yəni, AB də yan tərəf sayılır. Yan tərəf. CD də yan tərəfdir. Yan tərəf. Yaxşı mı? Belə. Uşaqlar, trapesiyanın bucaqları haqqında danışaq. Trapesiyanın bir yan tərəfinə, bitişik bucaqların cəmi 180 dərəcə bərabərdir. Məsələn, bura alfa yazaq, bura yazıram beta. Bura alfa deyil ha, bura başqa bir bucaq yazaq. Fi yazaq, bura yazaq gamma. Bəli, trapesiyanı yenə deyirəm, bir yan tərəfinə, bitişik bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə bərabərdir. Yaxşı mı? Yəni, alfa üstə gələk, beta bərabərdir. 180 dərəcə, bir də gamma üstə gələk, fi bərabərdir 180 dərəcə. Burada başa düşülməyəcək şey yox məncə. Trapesiyanın indi danışaq orta xəttindən. Trapesiyanın orta xəttindən danışmamışdan qabaq oturacaq hündürlüyündən danışaq. Trapesiyanın alt və üst oturacaqlar arasında məsafəyə trapesiya hündürlüyü deyilir. Bir də deyirəm, trapesiyanın alt və üst oturacaqlar arasında məsafəyə trapesiya hündürlüyü deyilir. Trapesiya hündürlüyü çəkəsi olsa belə çəkəcəyik. Körbucaq təpəsindən iki dənə hündürlük çəkirsiniz. Bir belə. Hündürlük bildirir ki, çəkli tərəfə nə olur? Perpendikular olur. Bəli. Bir də belə çəkirik. Buraya yazaq BK, bu olsun C, nə olsun CY. Burada uşaqlar, hündürlüklər kiçik H ilə, ya da böyük H ilə yazarlar, problem yoxdur. Adətən kiçik H işarələr, kiçik H yazırlar. Belə. Bu hündürlüklər bir-birinə bərabərdir. Elə bir ki, dirəklərdir, evin dirəkləri, stoykaları. Yaxşı. Belə. Trapesiya haqqında hələ ki bu qədər. İndi danışaq trapesiyanın diagonallarından danışaq sonra. Yenə trapesiya çəkirəm. Baxın. Burada A, B, C, D trapesiya. Bunu diagonalına çəkəcək olsam, belə çəkəcəm. Diagonal bir AC-dir, bir də B-dir. Uşaqlar, kəsişim nöqtəsini işarə edirəm onunla. Biz dörtbucaqlı hansı növdən keçmişdik? Paralelogram, düzbucaqlı, kvadrat, romb. Bunların hamısında diagonallar kəsişim nöqtəsində neyinirdi? Yarıya bölünür. Amma trapesiyada diagonallar kəsişim nöqtəsində yarıya bölünmürlər. Diagonal yarıya bölünür. Bəli, trapesiyanın diagonalları orta xətt ilə kəsişən yarıya bölünəcək. Trapesiyanın diagonallar bir-birinə bərabər deyil. Diagonal birini D1-ni işarə edirlər, birinə D2 deyirlər. Nəsə, danışacaq. İndi trapesiyanın orta xəttini danışıram. Trapesiyanın orta xətti nə deyilir? Üçbucaqda keçmişdir orta xətt. Orta xətt nəyə işə baxırdı?
Üçbucağın iki tərəfin orta nöqtəsini birləşdirirdi və qarşıdakı tərəfə paralel olurdu və qarşıdakı tərəfin də yarısına bərabər olurdu. Burada da orta xətt, trapeziyanın orta xətti, trapeziyanın iki yan tərəfinin orta nöqtəni birləşdirəcək və alt və üst oturacaqlar paralel olacaq. Baxın, yəni trapeziya çəkirəm. Bu trapeziya. Adlandırıram. A, B, C, D. Yan tərəflər orta nöqtəni qeyd edirəm. Bura olsun M. Yəni trapeziyanın orta xəttinin adətən M-in hərfi ilə işarə edirlər. Buraya yazıram N. Oldu mu? Və belə birləşdirirəm. M burada olacaq. Deməli nə? Orta xətt. M buranı yarı bölürsə bir xətt, bir xətt. N buranı yarı bölürsə iki xətt, iki xətt. Trapeziyanın üst oturacağının adətən A hərfi ilə işarə edirlər. Alt oturacaq uzunluğun B hərfi ilə işarə edirlər. Və trapeziyanın orta xətti, yəni M-in uşaqlar, həm üst oturacaq paraleldir, yəni BC-yə, həm də alt oturacaq paraleldir. Və orta xəttin uzunluğu M-in bərabərdir. Alt və üst oturacaqların cəmliyi yarısı. Məsələn üçün, bura tutaq ki 4-dür, bura 8-dir. Ona M-in tapmaq üçün M-in bərabər olacaq. 4 ilə 8-i toplayıb, böləcək neçə 2-yə. 12 bölünsün 2 neçə edəcək? 6. Yəni trapeziyanın orta xəttin uzunluğu neçəyə bərabər olacaq? 6-ya. Vəssalam. Deməli, orta xətt alt və üst oturacaqların cəmli nəyə bərabərdir? Yarısına bərabərdir. Aydınlıqsa, problem yoxdur ki. Davam edəyim mi? Edəyim. İndi mən nədən danışıram? Bayaq mən sizə dedim ki, trapeziyanın diagonalları orta xətt ilə kəsişənin yarıya bölünür. Düzdür? Üzrsən, diagonallar bir nöqtə kəsişənin yarıya bölünür. Amma trapeziyanın diagonalları orta xətt ilə kəsişən eləyir, yarıya bölünür. Deməli, trapeziyanın diagonalları harada yarıya bölünür? Orta xətt ilə kəsişəndə. İndi təzə bir şəkil çəkirəm. İndi yekə çəkək şimdi. Baxın. Burada önəmli işlər var. Bu trapeziyanın orta xəttini çəkirik. Trapeziyanın orta xəttini yaşıl markerlə çəkirəm. Hələ adlandıraq. A, B, C, D. M, N. Orta xətti. M buranı yarı bölür. Düzdürmü? N də buranı yarı bölür. Deməli, konkret M-in orta xəttir. B-si oturacaq uzunluğunu A hərfini işarə edirəm. A-da oturacaq uzunluğunu kiçik B hərfini işarə edirəm. Bəli, B-nin. Gəlir diagonallarına. Diagonallarla mavi markerlə çəkək. Bu B-də diagonal olsun. Bir də bu da olsun C, A diagonalı. Burada bu AC diagonalının M-in orta xəttli kəsişmə nöqtəsini işarə edirəm K-la. B-də diagonalının M-in orta xəttli kəsişmə nöqtəsini işarə edirəm Y-ilə. Bayaq mən sizə dedim ki, diagonallar orta xəttli kəsişini yarıya bölünəcək. Məsələn, AC diagonalı orta xəttlə hansı nöqtədə kəsişir? K-da. Deməli, A-dan K-ya qədər məsafə olar. AK məsafəsi bərabər olacaq KC məsafəsinə. Bu da diagonal. Buradakı üçbucağı görürsünüzmü? Bir dənə qalın markerlə çəkim göstərin. Bax, qalın markerlə göstərin. Bax, bu üçbucağı görürsünüz. B, A, C üçbucağını görürsünüz. İstəyirsiniz bu üçbucağı. Bu üçbucaqda bax, M buranı yarı bölüb, düzdür? K da AC tərəfini yarı bölübdür. Onu böldüyün buradan yazmışam, kənardan. Demək, BAC üçbucağının MK nə rol oynayır? MK nəyə işə baxır onda? Orta xəttdir, bəli. M AB-ni yarı bölür. K da AC tərəfini yarı bölür. MK da iki tərəfin orta nöqtəsini birləşdirən parçadır. Demək, MK nədir? Orta xətt. Hansı üçbucaqda? Bəli, bu gəl markeri balacalaşdıraq. Deməli, üçbucaq B, A, C. BAC özümü nə yazıram ki, yəni A aşağıdadır. BAC-də deməli, MK nədir uşaqlar? MK orta xəttdir. Orta xəttdir. Orta xətt nəyə bərabərdir? Qarşısındakı tərəfin yarısı bərabər deyildir. MK qarşısında hansı tərəfdir yəni? BC. BC-nin uzunluğu nəyə bərabərdir? A-ya. Deməli, MK nəyə bərabərdir? A bölünsün 2-yə. Aydın mı izah? Yəni kitabda əzbər yazılıb, amma başa düşmürsünüz ki, niyə elədir? Mən niyəsini sizə izah edirəm. Demək, MK bərabər olacaq, A bölünsün 2-yə bərabərdir. Əla. Buradan qurtardıq. Gəldik, keçdik BDS üçbucağına. Gəl onda qara markerlə göstərim. Baxın. Bax, BDS üçbucağını görürsünüz. BDS üçbucağında nə? NG. Bax, YN görürsünüz orta xətt. N buranı yarı bölübdür. Y də buranı yarı bölübdür.
Deməli, BDS üçbucaq Y nədir? Orta xətt. Y də qarşısında duran tərəfin, yəni A-nın nəyə bərabərdir? Yarısına bərabərdir. Deməli, üçbucaq, deməli, B, D, C də, BDS-də YN nədir? Orta xəttdir. Orta xəttdə qarşısındakı tərəfin yarısına bərabərdir. Yəni, Y-nin də bərabər olacaq A bölünsün 2-yə. Deməli, bu da A bölünsün 2-dir. Deməli, belə çıxır ki, MK məsafəsi YN məsafəsi nədir? Bərabərdir. Aydındır. Burada bir dənə üçbucaq var. ACD üçbucağını görürsünüz. ACD. Gəl onu qalın marka göstərək. ACD onun hansı markaya istifadə edək? Rəngini nədən rəqt edək? Ağ olsa görsənməyəcək. Gəlin qırmızı rəngdə göstərəklər. Qırmızı. Baxın. Görürsünüz bu üçbucağı. ACD üçbucağı. Bir dəqiqə. Bəli. Üçbucaq ACD. Nə orta xəttdir? K-in. Bax, K-dan N-ə qədər məsafə nədir? Orta xətt. K-in orta yazıb. Orta xətt nəsə. K-in orta xətt isə o da nəyin yarısına bərabər olacaq? B-in. Çünki K-in qarşısında duran tərəf uzunluğu B-dir. K-in bərabər olacaq nəyə? B bölünsün 2-yə. Buraya yazıram B bölünsün 2-yə. Bəs biz bu orta duran K-ya parçası uzun necə taparıq? B bölünsün 2 çıxılsın A bölünsün. Aysa, bax görürsünüz uşaqlar. Burada K parçası ilə Y parçasının cəmi, ikisinin cəmi K-ni verirmi? Hə? Demək, K-ni axtarırıq, K qalsın yerində, K-ya üstə gələk. Y-nin yerini yazıram. A bölünsün 2, Y-nin A bölünsün 2-yə bərabərdir, görürsünüz. K nəyə bərabərdir? B bölünsün 2-yə bərabərdir. Düzdür? Onda K-ya bərabər olacaq, bunlar çıxanda B bölünsün 2 çıxılsın, A bölünsün 2. Demək, K-ya bərabər olacaq. 2-də B çıxılsın A. Bəli. Bax, bu K parçası. Şuralar, bu xassəni bilin ha. Deməli, trapesiyanın diagonalları orta xəttlə kəsişəndə orada alınan, yəni kəsişmədən alınan parçanın uzunluğu alt və üst oturacaqların fərqi nəyə bərabərdir? Yarısına. Orta xətt oturacaqlar cəmi yarısıdır. Orada orta qalan parçanın uzunluğu isə oturacaqların fərqinin yarısıdır. Yəni, mən sizə onu ispat elədim. Düsturu hardan alındınız sizə ispat elədim ki, siz sabah düsturu yaddan çıxadanda və yaxud da hər hansı bir çevirmə aparanda bilin, mənşəni bilin. Hər şey düstur ola beyninizə saxlaya bilməzsiniz. Yaddan çıxacaq bu nə varsa. Amma sən onu biləndə artıq səndə bir özgüvən yaranacaq. Sabah məsələdə müəyyən çevirmələr yerində rahat şəkildə eləyə biləcəksən. Aydınlıqsa, problem yoxdur ki. Bildiniz? Əla, çox gözəl. Şöyle, trapesiyanın növləri var. 2 növ var. Düzbucaq trapesiya var. Bir də bərabəryanlı trapesiya var. Birinci bərabəryanlı trapesiyadan danışırıq. Bəli, adına məlum olduğu kimi yan tərəflər bərabər olan trapesiya nə deyilir? Bərabəryanlı trapesiya. Bəli, indi danışılan bərabəryanlı nə? Trapesiya. Bu trapesiyanın artıq növləridir. Deməli, bərabəryanlı trapesiya nəyə deyilir? Yalnız iki tərəf bərabər olan trapesiya, yalnız deyəndə üzr istəyirəm, yan tərəflər bərabər olan trapesiya nə deyilir? Bərabəryanlı trapesiya deyilir. Yaxşı mı? Yəni, yan tərəflər bərabər olacaq. Diqqət edin ki, bura bərabər olsun. Belə. Adlandıraq. A, B, C, D. Yan tərəflər bərabərdir. Bərabəryanlı üçbucaqda olduğu kimi bunların yan tərəfindən bir xətt görürsünüz. Bərabəryanlı üçbucaqda deyirdik, bərabəryanlı üçbucağın oturacağının bitişik bucaqlar bərabərdir. O xassiyyət burada da var. Bunun iki oturacaq var axı. Bərabəryanlı trapesiyanla oturacaq bitişik bucaqlar bərabərdir. Məsələn, sən bura alfa demisənsə, burada alfa deyəsən. Bayaq amma ixtiyar trapesiyada alfa deməmişdik. Bura alfa demişdiksə, bura fi demişdik. Yuxarı beta deyirəmsə, bura nə olacaq? Beta olacaq. Bəli. Yenə bir tərəf bitişik bucaqların 180 dərəcəyə bərabər. Yəni alfa plus beta bərabər olacaq 180 dərəcəyə. Vəssalam. Yəni bərabəryanlı trapesiyanın bucaqlar haqqında xassiyyət bu qədərdir. Yəni çətin bir şey yoxdur burada. Aydındır? Davam edək. Bir də uşaqlar, ixtiyar trapesiyanın diagonalları bir-birinə bərabər deyildir. Amma bərabəryanlı trapesiyanın diagonalları bir-birinə nədir? Bərabərdir. Baxın, bunların diagonalını çəkəsi olsam, bax bu diagonallar bir-birinə uşaqlar bərabərdir. Lap ayrıca çəkim trapesiyanı bir də gözləyim. Bax, ixtiyar bir trapesiya çəkirəm. İxtiyar yox, bərabəryanlı trapesiya.
Bərabərlik trapezinin indi diagonallarını çəkirəm. Diagonallar. Bu diagonalla bu diagonal bir-birinə bərabərdir. Yenə kəskin nöqtəsini yarıya bölünürlər. Yəni orta xəttə kəskin yarıya bölünürlər. Bax, burada bir özəllik var. Trapezin diagonallar bərabərdir. AC BD bərabərdir. Amma ixtiyar trapezi də bərabər deyildir. Bir xassədir odur ki, bax yuxarıda kəsişmədən alınan bu BOC üçbucağı var ha. BOC üçbucağı bərabər olan üçbucaqdır. Yəni BO söhbət bərabərlik trapezinə gedir ha. BO OC bərabərdir. Yaxşımı? Aşağıdakı AOD üçbucağında da AO OD-yə bərabərdir. Yəni bura X yazımsansa bura X-ə bərabərdir. Bura Y yazımsansa bura Y-ə bərabərdir. Aydın oldu. Bir də şu olar. Bərabərlik trapezinin diagonalları bir-birinə perpendikulyar olmur. Amma ola bilər. Həmişə olmur, ola bilər. Əgər bərabərlik trapezinin diagonalları bir-birinə perpendikulyar olarsa, yəni 90 dərəcə uzaqlıqdan kəsişərlərsə, onda trapezinin hündürlüyü nə idi? Budur da. Trapezinin hündürlüyü bu. Bəli. Trapezinin hündürlüyü H yəni. Trapezinin hündürlüyü. Orta xəttə bərabər olacaq. Orta xətt nəyə bərabər idi? Alt və üst oturucuların cəmi arasına. Yəni, bərabərlik trapeziyada diagonallar bir-birindən perpendikulyar olarsa, hündürlük nəyə bərabər? Orta xəttə. Yəni, A plus B bölünsün 2-yə bərabər olacaq. Nə zaman? Diagonallar bir-birindən perpendikulyar olanda, 90 dərəcə uzana gətirəndə. Desəz ki, müəllim, o hardan alınır? Onun niyəsini sizə göstərə bilərəm. Problem deyil. Əsas olsun ki, fikriniz burada olsun. Olsun, niyəsini sizə israr etsin. Qulasın. Deməli, bərabərlik trapeziya çəkirəm sizə. İri planda. Yekə bir trapeziya çəkirəm. Görürsünüzmü? Görürsünüz. Adlandırıram. A, B, C, D. Yan tərəfdə bərabərlik. Bu bərabərlik trapeziyadır. Üstə oturacağım A-nı işarə edirik. Alt oturacağım B deyirik. İndi diagonalları çəkirəm. Diagonallar deyir ki, 90 dərəcə uzaqlığını kəsişib tutaq ki. Bura 90 dərəcədirsə şu olar. Bura 90 dərəcə deyir. Hamısı 90 dərəcədir. Aydındır. Demək, yuxarıda alınan, bura O yazsam, yuxarıda alınan BOC və AOD üçbucaqları düzbucaqlı üçbucaqlardır. Gəlin bunların hündürlüyünü çəkək. Hündürlüyünü hardan çəkəcəyik? Körbucaq təpəsini yox. Düz bunların kəsmə nöqtəsini keçən və alt və üst oturacaq paralel bir düz xətt çəkirik. Buradan çəkirəm. Bu da trapeziya hündürlüyü. Nə fərq var ki? Bura 90 dərəcədir. Bura 90 dərəcədir. Baxın vəziyyətə. Bura yazaq, özümüzdən Y yazaq. Bura yazaq F. Düzdürmü? Və bayaq mən sizə dedim ki, bunlar bərabərlik üçbucaqlar olur. Demək, bu bərabərlik düzbucaq üçbucaqdır. Bərabərlik düzbucaq üçbucağın iti bucaqları 45 dərəcə olur. Düzdürmü? Fikrinizi ala bilirəm sizə? Aşağıdakı da bərabərlik düzbucaq üçbucaqdır. Burada 45 dərəcə olacaq. Bura 45 dərəcə olacaq. Bərabərlik üçbucağın təpə bucağının oturacaq endirilmiş hündürlük demişdik. Həm median, həm təmbilən. Onda bu OF özünü həm median kimi aparır, həm hündürlük, həm təmbilən kimi. Bəli. Median isə çəkili tərəfini eləyir. Yarı bölür. 4 xəttlə göstərim var. Xətt qalmadıydı. Bura olacaq B bölünsün 2. Bura olacaq nə? B bölünsün 2. Və düzbucağı üçbucaqda bir özəllik də var ki, median hipotenuzu nəyə bərabər idi? Yarısına bərabər idi. Aydın. Bu bir dənə düzbucağı üçbucaq deyildi ki, düzbucağı üçbucağın düzbucaq təpəsindən hipotenuzu endirilmiş bir dəqiqə. Düzbucağı üçbucağın düzbucaq təpəsindən hipotenuzu endirilmiş median hipotenuzu yarısına bərabər. Yəni burada 4 xətt qoyuram belə. Yəni bura olacaq nə? B bölünsün 2 olacaq. Aydın fikrim. Eyni proses yuxarıda da var. O da bərabər düzbucaq üçbucaq taxır. Da bura xətt qoyman yeri yoxdur. Bura yazıram ya A bölünsün 2. Burada A bölünsün 2. Bu da O'ya median olduğu üçün burada olacaq A bölünsün 2. Ona Y'də F-ə qədər məsafə. Y'də F-ə qədər məsafə. Bu trapeziyanın, bərabərlik trapeziyanın hündürlüyüdürmü? H-dır. H-la bərabər yuxarıdakı məsafə A bölünsün 2-dir. Aşağıda məsafə B bölünsün 2-dir. O da bərabər olacaq nəyə? 2-də A plus B-yə. Və belə deyirlər ki, trapeziyanın hündürlüyü, yəni diagonallar, yəni D1, D2 perpendikulyar olarsa, onda trapeziyanın hündürlüyü nəyə bərabərdir? Orta xəttə bərabərdir. Aydınlıq fikri. Bildiniz nə deyirəm? Belə. Gördüyünüz kimi çətin deyil, asandır.
Sadəcə əvvəlki dərsləri keçə bilmək lazımdır. Siz gərək bərabərinin düzbucağı, üçbucağı, üçbucağın xassələri, medianın xassələrini biləsiniz ki, siz də bunların harda alındığını, necə alındığını başa düşə biləsiniz. Bildiniz? Belə. İndi danışıram nədən? Düzbucaqlı trapesiyadan. Yəni, bərabərinin trapesiya haqqında bu qədər. Tutardım. Yəni, ən belə pik nöqtələrini sizə demişim. Bərabərinin trapesiyada. Bəlkə də heç buna aid sual bəlkə burada yoxdur, amma mən sizə dedim. Davam edirik. İndi danışırıq digər növdən düzbucaqlı trapesiyadan. Düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya nəyə deyilir uşaqlar? Bir tərəf, yəni bir yan tərəfi hündürlük olan trapesiyaya düzbucaqlı trapesiya deyilir. Elə bir ki, trapesiyanın yarı bölmüş formasıdır. Bax, düzbucaqlı trapesiya budur. Bir tərəfi hündürlükdür. Bir yan tərəfi. Bax, belədir. Elə bir ki, bir tərəf kəsə tullayıblar belə. Şaqlı kəsmirsən, tullamısan. A, B, C, D. Bunlar 90 dərəcə uzaqlığına keçir. Yəni, bu trapesiyanın bir yan tərəfi gördüyünüz kimi nədir? Hündürlükdür. Ona görə H yazılır. Bir yan tərəfini yazılır, belə L hərfi yazılır. Belə, bu üst oturacaqdır A-dır, bu da alt oturacaqdır B-dir. Trapesiyanın hündürlüyü, belə düzbucaqlı trapesiya olanlar olar. Trapesiyanın hündürlüyünü birini buradan çəkəsiniz. Bax, buradan. Bura H-sa, bura bir K yazsam, burada nə olacaq? H olacaq. Burada düzbucaqlı alınır. Fikir verirsiniz. KBC-də düzbucaqlısını görürsünüz. Bu düzbucaqlı. Düzbucağın qarşı-qarşıya duran tərəflər bərabərdir axı. Yuxarı A-ya bərabərdirsə, K-dan D-yə qədər məsafə alırmı? Ona AK məsafəsi nəyə bərabər olacaq? B çıxılsın A-ya bərabərdir. Yəni, bütün uzunluqdan digər uzunluğu nə edirik? Çıxırıq. B çıxılsın nəyə bərabərdir? A-ya bərabərdir. Bu da aydındır mı? Buradakı bucağa bir alfa desək, biz burada düzbucağı görürsünüzmü? Burada yeri gəlsə trigonometri nisbətlərini istifadə edəcəksiniz. Yeri gəlsə Pifagor teoremini istifadə edəsiniz. Məsələn, Pifagor teoremini yazsaq, hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəminə. Bax, belə yaza bilərsiniz və s. Belə uşaqlar, düzbucaq trapesiyanın diagonallarını danışası olsa, düzbucaq trapesiyanın diagonalları həmişə bir-birindən perpendikulär deyil. Əgər düzbucaq altını kəsişərlərsə diagonallar, onda onların hündürlüyün kvadratı oturacağı hadisədən bərabər olur. Bax, bir dənə düzbucaq trapesiya çəkeyim. Bu sizin düzbucaq trapesiyanız. Baxın. Yenə deyirəm, düzbucaq trapesiyanın diagonalları həmişə bir-birinə perpendikulyar deyil. Əgər, buraya yazaq H. Əgər diagonallar 90 dərəcə bucaqlığını kəsişərlərsə, 90 dərəcə, yəni burada diagonal arasında qalan bucaq, bura 90 dərəcə olarsa, 90 dərəcə olarsa, üst oturacaq yazıram A, alt oturacaq yazıram B. Onda bu trapesiyanın hündürlüyün kvadratı, H-ın kvadratı bərabər olacaq oturacaqlar H-sına. A vursun B-yə. Bunun isbatını verərəm sadəcə. Vaxt yaşayırıq, çatdıra bilməyəcək yoxsa. Hündürlüyün kvadratı nəyə bərabərdir? Oturacaqlar H-sına. Nə zaman düzbucağı trapesiyanın diagonalları, yəni D1, D2-yə perpendikulyar olarsa, bərabərinin trapesiyada da əgər diagonallar bir-birindən perpendikulyar olarsa, hündürlük nəyə bərabər idi? Orta xəttə. Yəni hündürlük alt və üst oturacağın cəmi yarısıdır. A-sına. Aydın oldu. Davam edək. Tutardı, dərs tutardı. Hə, bir də bir şey deyim sizə. Qalsın, onu çatan deyəcəm ya da. İndi gəlin suallar baxaq. 70-ci suala baxırıq da. Trapesiyanın yan tərəfinə nə? Nə deyir? 180 dənə deyir. Trapesiyanın yan tərəfi bitişik bucaqların cəmi nə dərəcədir? Trapesiya bayaq xassət edim. Trapesiyanın bir yan tərəfi bitişik bucaqların cəmi 180 dərəcədir. A-s sağolun. 71. Yazım çox cavab deyilmiş, başa düşmürəm. Trapesiya ən kiçik bucağı 36 dərəcə olarsa, ən böyük bucağı neçə dərəcədir? Bir dənə trapesiya çəkək. Bu ixtiyar trapesiyadan söhbət gedir. Baxın şurada. Baxın. A, B, C, D trapesiyası. Trapesiya ən kiçik bucağı 36 dərəcə. Tutaq ki, bura 36 dərəcədirsə, bir tərəf üçün bucağın cəmi neçə dərəcədir? 180 dərəcədir. 180 dərəcədən 136 dərəcə çıxan neçə qalır? 144 dərəcə. Elə ən böyük bucaqlı bu olacaq. Yəni, bunun böyük çox bucaq olmayacaq. B variantı. Oldu. 6 ilə 10 toplayıb 2-yə böldükdə
70-ə çata deyəcək, bəli. Trapesiyanın deyir, oturacaqları 6 və 10-dur. Yəni üst oturacaq 6-dır. Alt oturacağı neçədir? 10, düzdürmü? Trapesiyanın orta xətti uzunluğu istəyir. Trapesiyanın orta xəttini yəqin ki tanıyırsınız. Bu da trapesiyanın orta xətti olsun. Adlandırıram. M, N. M buranı yarı bölür, N də buranı yarı bölür. Bəli. Trapesiyanın orta xətti nəyə bərabər idi? Oturacaqlar cəminin yarısına bərabər. 16 bölünsün 2 olacaq neçə? 8. Cavab olacaq C variantı. 73 də belədir. İnşallah özünüz yazarsınız. 74-ə keçirik. 74-ə nağıldır. Deyir, trapesiyanın orta xətti, yəni M-in 12-yə bərabərdir. Trapesiyanın kiçik oturacaq A idi. Yuxarıdakı oturacaq 8-dir. Böyük oturacaq soruşur B. Orta xəttin düsturunu yazarsınız. M-in bərabərdir. A üstə gəlib B bölünsün 2. M-in nəyə bərabərdir? 12-yə. A 8-dir, B də B ilə. Çarpaz vurur. 8 üstə gəlib B bərabərdir. 24-də. B bərabər olacaq neçəyə? 16-ya. Demək, böyük oturacaq uzunluğu neçə oldu? 16. Aydındır. Problem yoxdur ki. Davam edelim. 75-ə baxaq. Oturacaqlar 18 və 4 olan trapesiyanın diagonallarının orta nöqtə arasındakı məsafə neçədir? Diagonalların nə deyir? Orta nöqtələr arasındakı. Diagonal orta nöqtə harada kəsişirdi? Orta xəttə kəsişirdi. Trapesiyanın diagonalının orta xətti haradır? Trapesiyanın diagonalının orta nöqtə haradır? Orta xəttə kəsişdiyi yerdir. Bayaq çəkib göstərmişdim sizə. Bura baxın. Yer göstərirəm. Bax, diagonallar budur. Orta xətti çəkməliyik. Bu da orta xətt. Adlandıraq. A, B, C, D. M, N, bu buranın yarı bölüftür, bu da buranın yarı bölüftür. Diagonalın orta nöqtə budur. Biri buraya Y yazmışdıq. Burada nə yazmışdıq? K yazmışdıq, nə yazmışdıq? Belə. Orta nöqtə arası məsələ buradır bax. Bu oturacaqlar nə vermişdi? 4, bir də 18. YK məsafəsi nəyə bərabər idi? B çıxılsın A bölünsün 2 yazmadı. Onun izahını verdim mi? Aradan aldı sizə göstərim. Bu olacaq 18 çıxılsın 4 bölünsün 2. Bu da olacaq 14 bölünsün 2 bərabərdir 7-yə. Aydındır. Cavab B variantı. 76 belədir. Deyir ki, orta xəttinin diagonal arasındakı qalan parçanın uzunluğunu tapın. Yenə sadəcə YK bərabər yazacaqsınız. 10 çıxıb 4, böyükdə ikisi çıxıb 2 böləcəksiniz. 6 bölünsün 2 olacaq 3. Yəni birində sualdan tutun ki, söhbət nədən gedir? Görürsünüz, şəkil çəkməyib. Sən başa düşməsən ki, trapesiyanın orta xəttinin diagonal arasında qalan parçanın uzunluğu haradır? Onu başa düşməlisiniz. Onlar niyə olmur ki? Keçsin 77-yə. Biti bucağı 55 dərəcə olan bərabərli trapesiyanın kör bucaqlarının cəmini tapın. Şöyle bərabərli trapesiya nə idi? Yan tərəflər bərabər olan trapesiya, düzdür? Çəkdi bu şəkli. Adlandıraq, tez bacar. A, B, C, D. Oturacaq kiçik bucaqlar bərabər idi, düzdürmü? Deyir, biti bucağı 55 dərəcə. Bura 55 dərəcədirsə, burada 55 dərəcə. Kör bucaq neçə dərəcə olacaq? 105 yoxsa 125 dərəcə. Get hesablama, öyrən gəl. Kör bucaqların cəmini istəyir. 2 dənə kör bucağı varsa, 2 dənə kör bucağın cəmini neçə dərəcə olacaq? Bəli, 125 ilə 125-in cəmi 150 dərəcə olacaq. Keçək 78-ci suala. Perimetri 40 cm və orta xətti 12 cm olan bərabərli trapesiyanın yan tərəf uzun tapın. Yenə bərabərli trapesiya çəkməliyik. Çəkək, problem yoxdur. Biz dözümlü millətik. Adlandıraq. A, B, C, D. Deməli, bərabərli trapesiyadan söhbət gedirsə, bərabərli trapesiyanın yan tərəfləri bərabərdir. Məsəl üçün, bura yazaq, məsəl üçün, nə? Yazaq x, bura x yazaramsa, bura x olacaq. Üst oturacaq yazaq A, alt oturacaq yazaq B. Burada perimetri 40 verir. Yəni 4 tərəfin cəmi, yəni x üstə gələk, A plus B bərabər 40-a. Bir də orta xətt 12 verir. Orta xətt nəyə bərabər idi? Yəni M-in orta xətti alt və üst oturacaqların cəmi yarısı bərabərdir. Orta xətti nə veribdir? 12. Yəni 12 bərabərdir. M-in yerinə nə yazdır? 12 yazdır. 16 plus B-də 24. Saydım ki, əsəbləşmə. A plus B bərabər olacaq neçəyə? 24-ə. Çox aqressiv uşaqdır. Harını tapılır? 2x bərabərdir, 40 çıxılsın 24. 2x bərabərdir 16. X-ə bərabərdir 8. Demək, yan tərəf neçə oldu? 8. Bu oldu 8. Bizdən yan tərəf uzunluğu soruşurdu, o da olacaq 8. Sürətlə danışıram deyəcəm, çatdıra bilmirəm. Bizi başa düşmürsünüz. Düşdünüz. Aydınca. Ondan dərs keçirəm, istəsəz qoşula bilərsiniz.
Sonra keçirik neçəyə? 79-cu suala. 79 nə deyir? 79. Deyir ki, bərabəryanlı trapezin oturacaqlar 6 və 12-dir. 6 və 12-dir. Hündürlüyü isə 4 cm olarsa, yan tərəf tapın. Söhbət kimə gedir? Kimə gedir? Bərabəryanlı trapezindən. Demək, bərabəryanlı trapezindən çəkirsiniz. Aha. Bərabəryanlı trapezindən hündürlüklərini çəkəndə çalışın 2 dənə hündürlüyünü çəkin. Birini buradan çəkin. Birini buradan çəkin. Qulasın. Hə. A, B, C, D, Y, K. A isə bu bərabəryanlı trapeziyadır. Burada Y hündürlükdür, K da burada hündürlüyü oturacaqdır. Bu trapeziyan oturacaqlar 6 və nədir? 12. Bura 6 yazıram. Bura bütöv nə yazıram? 12 yazıram. Aydınızsa? Bura hündürlüyü 4 verib. Bura yazıram 4, bu da olacaq 4. Onda YK da. Bizdən yan tərəfini soruşur, yan tərəfə yazaq X. Və YK neçə olacaq? 6. Çünki qarşı-qarşı duran tərəflər bərabər. YK məsafəsi 6-ya bərabər olacaq. Uşaqlar, bərabəryanlı trapezdə bir özəllik var ki, həmişə AY məsafəsi KD məsafəsinin bərabərdir. Harada? Bərabəryanlı trapezdə. Ay, bəli. Burada A'ya bərabərdir. KD-yə bu da bərabərdir. 12 çıxılsın 6 bölsün 2-yə. 6 bölsün 2 neçədir? 3. Yəni burada A'ya və KD məsafələri alt və üst oturacaqların fərqi nəyə bərabərdir? Yarısına bərabərdir. 3. Həqiqətən bunların toplayan neçədir? Cəmi 12-dir. Görürsünüzmü? Hə? Buradakı düzbucağı görürsünüzmü bəs? Nədir? Bəli. Pifagor teoreminə görə bura 3-dür. Bura 4-dürsə, bura olacaq nə? 5. Yəni Pifagor 3-dür. Cavab olacaq nə? Y variantı. Aydın oldu. Problem yoxdur ki. Bir baxın. Deməli uşaqlar, 80-ci sualda nə deyir? Düzbucağı trapeziyanın oturacaqlar 6 və 12-də. Stop. Söhbət kimdən gedir? Düzbucağı trapeziyanın. Avtomatik onun şəklini çəkirsiniz. Avtomatik düşünmədən, tərəddüd eləmədən. Çəkdiniz beləsinə. Bir də beləsinə. Və adlandırırsınız. A, B, C, D. 90 dərəcə, 90 dərəcə. Düzbucağı trapeziyanın oturacaqlar 6-dır. Üstü oturacaq 6-dır. Alt oturacaq neçədir? 12-dir. Düzdürmü? Aha. Yan tərəf 8-dir. Kiçik yan tərəf bizi harar işarələyir. C-dir. Bax görürsünüz, AB C-dən daha uzundur. Görürsünüz, pedaqoz yəni. C-də balaca yandır. Bu da kiçik yan tərəfədir. Həmin nədir? Kiçik yan tərəf nədir burada? Hündürlükdür, bəli. Onu özü qəsdənə verir var ki, görüm uşaq bilirmi ki, düzbucağı trapeziyada kiçik yan tərəf onun hündürlüyüdür. Bilir ya bilmir? Deyən görüm, əsəbləşməyim. Böyük yan tərəf soruşur, buranı soruşur. Yəni, buraya yazırıq el. Bəli, düz edirsən. Düzbucağı trapeziya görəndə demişdim ki, kör bucaq təpəsindən bura bilən hündürlüyü indirin və burada... Bəli, niyə əsəbləşirsən? Bura Y yazaq. Bura 6 ise bura 6 olur mu? Hə? Bura 12 ise, 12'den 6 çıxanda bura 6 qarı. Bura 8 ise, bura 8 olur mu? Bəli. Pifagor üstüne görə bura neçə olacaq? 10 olacaq. A ise. Cavab 10. A variantı. 81-ci suala keçək. Daxilini çevrə çəkilmiş 4 bucaqlının 2 qarşı tərəfinin cəmi 6 olarsa perimetr tapın. A. Bu qaydanı sizə deməmişəm. Bax, yadınıza saxlayın. Əgər hər hansı bir 4 bucaqlının daxilini çevrə çəkilibsə, o 4 bucaqlının qarşı-qarşıda duran tərəflərin cəmi bərabərdir. Baxın, bir dənə gəlin çevrə çəkək. Bu çevrə. Bu çevrənin xaricini ixtiyar bir dənə 4 bucağı çəkirik. 4 bucağı elə çəkirik ki, 4 bucağın 4 tərəfi bu çevrəni iynəsin, toxunsun. Bax belə. Bir dəqiqə. Bax belə. Bu çıxıntılar buradan silə keçsin. Bu ixtiyar 4 bucaqlı. Bu nə trapezi deyil, nə parallelogram deyil, nə rok deyil, heç birinin deyil. İxtiyar 4 bucaqlıdır. A, B, C, D. 4 bucaqlısıdır. Bu da toxuma nöqtələri gördüyünüz kimi. Bir də deyirəm. Çevrə, əgər 4 bucaqlının 4 tərəfini toxumubsa, demək burada söhbət tərəf münasibətindən gedir. Tərəfdən. Və dedim ki, 4 bucaqlının daxilində çevrə varsa, o zaman onların qarşı duran tərəflərin cəmi bərabərdir. Yəni, bura A yazaq, bura B yazaq, bura C yazaq, bura yazaq D. Onda belə bir düstur çıxır ki, A-nın C-nin cəmi bərabər B-nin D-nin cəmi. Bax, bunu yadda saxlayın. Belə deyirəm. 4 bucaqlının daxilində çevrə çəkilibsə, o zaman qarşı duran tərəflərin cəmindən bir-birinə nədir? Bərabərdir. Qardır. Deməli, nöqtə. Daxilə çevrə çəkilmiş 4 bucağın 2 qarşı tərəfinin cəmi 6-dır. Bax, tutaq ki, A-nın C-nin cəmi tutaq ki, 6-ya bərabər. Məsəl üçün.
Deyir ki, bu perimetrini tapın, 4 buzağın perimetri. Perimetrdə 4 tərəfin cəmidir. A plus B plus C plus D, düzdür? Bizə deyir ki, A plus C, B plus D-yə bərabərdir axı. A plus C 6-dırsa, bu da 6-ya bərabərdir. Deməli, bunlar ikisi nəyə bərabərdir? 6-ya. Toplayanın neçədir? 12-dir. Aydın oldu? Söz. Cavab olacaq A variantı. Keçək neçəyə? 82-ci sual. 82, o bir səfədə qaldı, elə? 82-ci sual. Deyir ki, üst tərəfi 2, 4, 5 olan 4 buzağın daxilini çevrə çəkilmişdir. 4-cü tərəfin ən böyük qiymət tapın. Gəlin bu bayaqki 4 buzağını çəkək. Bax, bu 4 buzağını görürsünüz. Buraları silək. Bax, tutaq ki, olar. Demək, üst tərəfi 2, 4, bax, bura A olsun 2, B olsun 4, C olsun neçə? 5. D-ni soruşur. Deyir, 4-cü tərəfin ən böyük qiymət tapın. Deməli, uşaqlar, biz dedik ki, 4 buzaq, indi burada müəyyən hallar var da. İndi biz bunu demir ki, ardıcı tərəflər 2, 4, 5-dir. Yəni, belə bu şəkildə verir. Tutaq ki, bu formada yazmışıq. Belədirsə, deməli, qarşı-qarşı duran tərəflərin cəmi bərabərdir. 4 ilə D-nin cəmi bərabər olmalıdır nəyə? 2 plus nəyə? 5-ə. D ilə bərabər olacaq 7 çıxılsın 4. D ilə bərabər olacaq neçə? 3. D-ni burada tapdıq 3. İndi yerin dəyişək. Burada A-nı 2 yazmışıq, C-ni 5 yazmışıq elə. Gəlin bunların yerini dəyişək. Bura yazaq. Deməli, bura yazaq 5. Bura yazaq neçə? 4. İndi belə yoxlayaq. D üstə gedək 5 bərabərdir 2 plus 4-ə. D ondan neçə olacaq? 6 5. D bərabər olacaq 1. Oldu. İndi yerini dəyişək. Bir dəqiqə. Bura, tutaq ki, bura yazaq. Bura yazaq 2. Bura yazaq 4. Bura yazaq 5. B yazaq. D ilə 2-nin cəmi bərabər olacaq 4-ün 5-in cəminə. D neçə olacaq? 7. D olacaq 7. Daha burada 4-ün 5-i, 5-ün 4-ün yerini dəyişmək heç bir mənası yoxdur. Deməli, D-nin ən böyük qiyməti neçə olacaq? 7 olacaq. Bu da bölünməyəcək. Deməli, burada 3 müxtəlif hala baxdıq. 3 müxtəlif haldan ən böyük istəyirdi, ən böyük oldu neçə? 7. Aydın izah. Başa düşdünüz nə deyirəm? Davam edirik. 83. Xarici çevrə çəkilmiş ABC'də 4 bucaqsının da bucaq A80 dönəcək olsa C-ni tapın. Bayaq 4 bucağı çevrənin daxilində idi. İndi 4 bucağı çevrənin harasındadır? Xaricində. Düzdür? Yəni çevrə çəkirsən. Çevrənin daxilində bir 4 bucağı çəkirsən. İxtiyar 4 bucaqlar. Belə, 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 belə. Belə bir 4 bucaq var. Uşaqlar, əgər çevrənin haldası 4 bucağın 4 təpəli nöqtəsindən, yəni 4 bucağını keçirsə, onda qarşı-qarşı duran bucaqların cəmi 180 dərəcə bərabərdir. Tərəflərin toxunursa, demək tərəf münasibəti var. Qarşı-qarşı duran tərəflərin cəmi bərabərdir. Yox, bucaqlarını keçirsə, onda qarşı-qarşı duran bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Yəni bucaq B ilə bucaq D-nin cəmi bərabərdir 180 dərəcə və bucaq A ilə bucaq C-nin cəmi bərabər neçə? 180 dərəcə. Bunu qaydadan yadda saxlayın. Bu da bucaq A-nı verirsə 80 dərəcə, C-ni soruşur, C x-dir. Bəli, 80 dərəcə üstə gələk x bərabərdir 180 dərəcəyə, x bərabərdir 100 dərəcəyə. Aydın oldu. Cavab olacaq hansı variant? C variantı. Bildiniz vəziyyəti? Əla, davam edək. 50 nəfəri canlıda qəşək. 84-cü suala baxaq. Deyir ki, rombun hündürlüyü 8 cm, h bərabər 8 cm, onun daxil çəkilmiş çevrən radiusunu soruşur. Rombun daxil çəkilmiş çevrən radiusu nəyə bərabər edir? A, h bölünsün ki. Mən sizə demişdim ki, o gün, rombun yalnız dağılığını çevrə çəkmək mümkün. Çəkib göstərmişdim sizə. Və daxil çəkilmiş çevrənin radiusu da hündürlüyün yarısına bərabər. Niyə hündürlüyün yarısına bərabər olurdu? Çünki çevrənin diametri rombun hündürlüyünə bərabər edir. Radius da diametrin yarısına bərabər olduğu üçün, radius eyni zamanda diametri burada hündürlüyə bərabər olacaqdır. Radius da eyni zamanda hündürlüyün yarısına bərabərdir. 8 bölünsün ki, olacaq neçə? 4 olacaq. Yəni cavab D variantı. Şəkli çəkmədən yazmaq mümkündür yəni. Keçək 85-ci suala. 85-də deyir ki, tərəflər 12 və 16 olan düzbucaqlının xaricini çəkib çevrən arasını tapın. Biz onsuz da bilir ki, düzbucaqlının yalnız və yalnız xaricini çevrə çəkmək mümkündür uşaqlar. Düzdür? Bir dənə çevrə çəkək belə. Çevrə daxilində düzbucaq çəkəcək. Çünki çevrə xaricdədir. Bir dəqiqə. Bu da sizin düzbucaqlınız. Oldu. Deyin görüm, düzbucaqlının xaricini çəkilmiş çevrənin mərkəzi hara düşür? Çevrə mərkəzi hara düşəcək? Diagonallar kəsim nöqtəsinə düşür. Düzbucaqlının diagonalları nəyinə düşür? Kəsim nöqtəsinə düşür. Bəli. A, B,
C, D. Bax, bu düzbucağı şu bucağı nəzərdə saxlayaq. Düzbucağın tərəfləri nədir? Deyir 12, 16. Tutaq ki, eni 12-dir, uzunu 16. Bu düzbucağı bucağı görürsünüzmü? Çevrənin mərkəzi buradadır, 10 nöqtəsində. Bu, O-dan A-ya qədər məsafə radiusdur, R-dir, bu da radiusdur. Düzdür? Demək, AC məsafəsi də bu düzbucağın nəyidir? Diametridir. Həm də diagonaldır. Düzbucağın həm diagonalıdır, çevrə nəyidir? Diametridir. Burada görürük ki, çevrənin radiusu nəyə bərabər olacaq? Diagonalın yarısına bərabər olacaq. Niyə? D bərabərdir 2 yerə. Görürsünüzmü şəkildə? Deməli, düzbucağın xaricini çəkmiş çevrənin radiusu düzbucağın diagonalına nəyin bərabərdir? Yarısına. Yaxşı, düzbucağın diagonalını necə tapacaq? Bəli, D kvadrat bərabər idi. 16-nın kvadratı üstə gələk, 12-nin kvadratı. D kvadrat bərabərdir. 256 üstə gələk, 144. O da bərabərdir 400. Yəni kvadrat 400 edir. Ay sağ, 20'nin. O zaman R də bərabər olacaq 20 bölünsün 2. Yəni olacaq neçə? 10. R10, R10, R10. Söhbət cavab oldu A variantı. Aydınıza? Problem yoxdur ki. Deməli, bax bu kvadratlar belə idi. Kvadratın xaricə çəkmiş çevrənin radiusu diagonalın yarısına bərabərdir. Düzbucağın da xaricə çəkilmiş çevrənin radiusu diagonalın nəyə bərabərdir? Yarısına bərabərdir. Gördün, qarışdırırsa, yadından çıxıbdır, şəklini çək, görəcəksə. Aydındır. Belə. Keçək 86-cı suala. 86-da deyir ki, perimetri 40 cm, yəni P bərabər 40 cm olan kvadratın daxilini çəkmiş çevrə radiusu soruşur. Çevrə daxilindəsə onun radiusunu hansı hərfini işarə edirdik? C-dən. C nəyə bərabər idi? Bəyə yazmışdım. A bölünsün 2-yə, tərəfin yarısına bərabərdir. Böyük diagonalın yarısına bərabərdir. Kiçik tərəfin nəyinə bərabərdir? Yarısına. Aydındır. Perimetrdə 40-a bərabərdir. 4 vursun A bərabər 40. A da bərabər olacaq neçəyə? 10-a. Gətir burada yerinə qoyursunuz 10 bölünsün 2, o da olacaq 5. Belə deyirəm, radius, daxil çəkilmiş çevrənin radiusu kvadratın tərəfinin yarısına bərabərdir. Və şəklini göstərmişdim sizə. Keçdik 87-ci suala. 87-də deyir ki, diagonalı D bərabər 16 olan kvadratın xaricdən çəkmiş çevrənin radiusudur. Bəli, çevrə xaricdədirsə, çölbətsə, söhbət böyük yerdən gedir. Böyük yerdə bərabər olacaq nəyə? Diagonalın yarısına bərabər. Yəni 16 bölünsün 2, o da olacaq neçə? 8-ə bərabər. Cavab olacaq C variantı. Keçək 88-ci suala. Perimetri P bərabər 36 olan trapeziyanın daxilini çevrə çəkilmişdir. Aha. Şuralar, əgər trapeziyanın daxilini çevrə çəkilmişsə, deməli onun qarşı-qarşıya duran tərəfdən cəmi bərabər olacaq. Bu trapeziyanın orta xəttini tapın. Trapeziya nədən soruşur? Orta xəttini. Deməli, perimetri 36 olan trapeziyanın daxilini çevrə çəkilmişdir. Gəlin bir dənə çevrə çəkəyik. Baxın. Belə. Bu formada. Gördüyünüz kimi trapez. A, B, C-dir. Bayaq biz sizə dedik axı ki, dördbucağın daxilini çevrə çəkilibsə, yəni çevrə dördbucağın dörd tərəfində oxunmuşsa, onun qarşı-qarşıya duran tərəfdən cəmi bərabərdir. Bu trapeziyanın orta xəttini istəyir bizdən. Bax, tutaq ki, buraya A yazaq. A yox. Bir dəqiqə. X yazaq. Bura Y yazaq. Bura olsun A, bura olsun B. Deməli, qarşı-qarşıya duran tərəfdən cəmi dedik bərabər. Yəni, A ilə B-nin cəmi bərabər X-dən Y-in cəminə. Bu iki cəm bir-birinə bərabərdir. Bura məsələn M desəm, bu da nə olacaq? M-ə bərabər olacaq. Düzdürmü? Ta ki, bu da ki, hamısı M-ə bərabər. Yəni, A plus B də M-ə bərabərdir. X plus Y də nəyə bərabərdir? M-ə bərabərdir. Perimetr 36-ya bərabərdir. Yəni, perimetr nədir? 4 tərəfin cəmi. Yəni, X üstə gələk, Y üstə gələk, A plus B bərabər neçəyə? 36-ya. X plus Y də M-dir, A plus B də M-dir. Deməli, 2M 36-ya bərabərdirsə, M neçə olacaq? 18 olacaq. M 18-dirsə, deməli, belə çıxır ki, bu A plus B neçəyə bərabərdir? 18-ə. Trapeziyanın orta xətti soruşur. Trapeziyanın orta xəttini dedik, adətən M-in işarələr. Orta xəttdə bilirik ki, alt və üst otacağın cəmi nədir? Yarısıdır. O da 18-in yarısı olacaq, neçə olacaq? 9 olacaq. Yəni, cavab D variantı. Aydındır. Deməli, trapeziyanın daxilini çevrə çəkilibsə, qarşı-qarşıya duran tərəfdən cəmi bərabərdir. Keçək 89-cu suala. 89-da deyir ki, ABC-də trapeziyasının orta xətti M-in 18-dir. Buraya yazıram üstə 8. A-dir 10-dur. Alt oturacaq 10-dur. B-sini soruşur. Bu da Məliş Məmmədin nağılıdır. Trapeziyanın orta xətti biz bilirik ki, alt və üst oturacağın cəmi yarısına bərabər. Yəni, X plus 10 bölünsün 2 bərabər neçəyə? 8-ə. X plus 10 bərabər 16.
X-ə bərabər neçəyə? Altıya. 6-ya. Filmin sonu the end. C variantı. Hörmətlər, izzətlər. Bu günlük dərsimiz bu qədər. İndi keçirik sizə. İndi sizin canınızı alıram. Saxlayaq videonu.